Sizler için bu alanda belə bir həyat evini sizə çeşidli təqdim edəcəm. Yerləşdirmə yeri 8 nömrəli mərtəbəyə yaxındır. 2 mərtəbədir, 2 çoxdadır. Baxın, tam həyatı götürək daha. Həyatda sanıcıl qurşaq var. Yəni, buradan daxil olan evin içərisinə 2 mərtəbədən alt otaqdan ibarətdir. Gördüyünüz yer tamamilə istipoldur. Yəni, bilirsiniz, tamamilə belə ayrı-ayrı sanitar qovşaqdır. Burada bir qonaq otağıdır, sadəcə qapısı bağlı aça bilmədim. Onun üstüne təqdim edə bilmədim. Burada jacuzzidir, yəni tam hazır vəziyyətdə, onu da deyim, istipoldur. Deməli, burada yerləşik alt mərtəbədə, yəni birinci mərtəbədə qonaq yataq otağında çəkin təqdim edin. Yəni, alt mərtəbədə 2 yataq otağı, bir qonaq otağıdır. Hamısı da yəni dediyim kimi tam radiatorlarla təmin olunub, kombin sistemimizin komisi də var. Yəni hamısı veriləcək. Yəni tam götürdüz keçir, ikinci mərtəbəyə. Yəni burada sanitar qoşaq içəridə də var, ipuluz çölə də var. Yəni dediyim o sanitar çölə də var. Tam orada yola yaxın, tam qoşaq daşda tikilmiş. Tam qoşaq daşda tikilmiş. Adam var, da qapısı açmıram, böyük bir yaxşıdır. Qalxaq ikinci mərtəbəyə. Burada qalxaq ikinci mərtəbəyə. Evin görüşür, baxırsınız, yəni ki, tamamilə gözlər və çox da kiçik bir monolitdir. Və belə bir saltın qarşılığı bizi baxa bilərsiniz. Yəni tam mənzərəsi göstərir, onunla göstərir, zəylət olacaq. Və buradan daxil oluruq evin dəhlizini. Dəhlizə girən kimi, birinci sağ tərəfdə bizi burada mətbəx, özür istəyirəm, sanacar qarşılayır. Sonra keçirik burada bir dənə qonaq otağıdır. Burada da yenə radiatorları tamamilə qoşulur. Və keçək burada bir dənə yataq otağıdır. Və burada böyük qonaq otağı eləmək olar. Yəni aşağıda da var, yuxarıda da var. Burada da qonaq otağı eləmək olar. Və burada da bir dənə bunun mətbəxli yerləşir. Keçin mətbəxdən birbaşa balkona çıxışı var. Tam belə bir çıxışı var. Yine dediyim kimi 2 sotda 2 mərtəbə, 6 otaq, 3 sanitar qovşaq. 3 sanitar qovşaq, istipoluna qədər